Azərbaycana Çindən 8000 tabutun gətirilməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Məsələ bir neçə istiqamətdə sual doğurub. Görəsən ölkəmizdə ağac emalı sahəsi mövcud olduğu halda niyə 8000 tabut idxal olunub? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bu barədə Today Press TV-yə danışarkən bildirdi ki, əgər məhsulun maya dəyəri ölkədə istehsal olunan zaman kənardan gətirilməklə müqayisədə daha baha başa gəlirsə, o zaman bu məhsulun ölkəyə idxalı məqsədə uyğundur. Mən düşünürəm ki, Çin Xalq Respublikasının əhalisi böyükdür, işçi qüvvəsi çoxdur və ola bilsin ki, həmin tabutlar daha ucuz başa gəlir. Yəni, daha ucuz başa gəlir ki, yerli istehsaldan müraciət olunmur, kənardan həmin tabutlar ölkəmizə gətirilir. Düşünürəm ki, bunu hesablamaq və bu hesablamalara görə mövqe bildirmək lazımdır. Digər tərəfdən bilirik ki, müsəlman ölkələrində bəzi istisnalar olmaqla vəfat edən şəxslər kəfənlə dəfn edilirlər. İlahiyyatçı Elşad Miri mövzunun bu istiqamətindən Today Press TV-yə danışarkən bildirdi ki, Azərbaycanın dünyəvi dövlət olduğunu unutmamalıyıq. Bilirsiniz ki, müxtəlif ölkələrdə, müxtəlif yerlərdə insanları o vəfat eləyəndən sonra yandırılması ilə bağlı tabutlardan istifadə olunur. Bəlkə sabahlarımın hər hansı bir qanunvericilikdə olacaq dəyişiklikdən sonra əcnəbi olan insanları və yaxud da fərqli şəkillərdə vəsiyyət eləyən insanların o şəkildə yandırılması ilə bağlı da bu ola bilər. Digər tərəfdən eyni məsələ fərqli şəkillərdə də deyək ki, bu tabutda dəfn edilməsi ilə də əlaqəli ola bilər. Buna heç kim heç bir şəkildə nə qadağa qoya bilər, nə də ki, bunun qarşısını ala bilər. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev isə qeyd etdi ki, müsəlman ölkələrində də istisna hallarda insanın nəşi tabutla dəfn edilə bilər. Mən elə başa düşürəm ki, Azərbaycanda təkcə müsəlmanlar deyil, o cümlədən katoliklər, pravoslavlar, yəhudilər də yaşayır və o həmin inanclara görə tabutda dəfn edilməyin heç bir qəbahəti yoxdur və mən də qeyd elədim ki, hətta müsəlman aləmində, müsəlman şəriətində belə tabutla zərurət olan hallarda dəfn edilmələr baş verə bilir. Sözü gedən mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik. Mən sizdən eşidirəm, bilmirəm, mən də araşdıraram, görüm elə bir şey var ya yox. Amma yəni insan torpaqdan yaranıb, torpağa da gedir. Yəqin ki, onu burada o rituallara əməl edilər ki, xristianlar, katoliklər üçün yəni nəzərdə tutulub çəkdirir. Onu bizə aidiyyat yoxdur, yəni müsəlman olaraq bizim ölkəmizdə. Elə ailələr var ki, tabutla bastırıb, o bizə aid deyil, İslama ziddir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, ölkəyə 8000 ədəd taxta paltar sancağı gətirilib. Sadəcə gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub. Gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb. Salə Nəciyeva, Today Press TV.